Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın açıq keçirilən məhkəmə prosesinin növbəti baxış iclasında bir qrup zərərçəkmiş və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilk dəfə iştirak etdiyindən hakim Zeynal Ağayev əvvəlcə onları məhkəmənin tərkibi ilə tanış etdi, hüquq və vəzifələri barədə məlumatlandırdı. Bundan sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələr zamanı zərər çəkənlər, habelə zərər çəkmişlərin hüquqi varisləri ifadə verdilər. Zərər çəkmiş Xəyal Canbaxışovun hüquqi varisi Xeyrulla Canbaxışov övladının Ağdərə istiqamətində düşmənin təxribatı nəticəsində həlak olduğunu dedi. Zərər çəkmiş Elşad Şeydayev Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralanıb. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda bildirdi ki, həmin vaxt düşmən ərazilərimizə iri çaplı silahlardan atəş açırdı. O, hadisə nəticəsində daha bir neçə nəfərin müxtəlif bədən xəsarətləri aldığını söylədi. Kamiz İsayev Kəlbəcər istiqamətində dumanlı havada yol azıb. Nəticədə Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən əsir götürülüb. Zərər çəkən Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda bildirdi ki, əsir götürüldükdən sonra onun gözlərini bağlayıb bilmədiyi əraziyə aparıblar. Orada sorğu-sual ediblər. 12 gün Ermənistanda saxlayıb, döyüb, müxtəlif işgəncələr veriblər. Əsirlikdə həmçinin pis rəftara məruz qalıb. Gün ərzində çox az miqdarda yemək veriblər. Zərər çəkən Ruben Vardanyanın müdafiəçisi Avram Bermanın sualına cavabda Ermənistanda saxlanılanda ona işgəncələr verənlərin hərbçilər olduğunu bildirdi. Talih Rzayev Ağdərə rayonunda düşmənin atdığı artilleriya mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarətlər alıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabda dedi ki, hadisə zamanı onun yanında olmuş daha bir neçə nəfər də xəsarətlər alıb. Zaur Ələkbərov Xocavənd rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin artilleriyadan atdığı mərminin yaxınlığında partlaması nəticəsində xəsarət alıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabda dedi ki, həmin vaxt düşmən ərazilərimizə həm də müxtəlif tipli iri çaplı silahlardan atəş açırdı. Ruben Vardanyanın sualına cavabda zərər çəkən dedi ki, onu televiziya və sosial şəbəkələrdən tanıyır. Qismət Paşa Abbaszadə Ağdam istiqamətində düşmənin atdığı minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda hadisə zamanı Hüseyn Müseyibovun da müxtəlif dərəcəli bədən xəsarətləri aldığını söylədi. Telman Adgözəlov da atılmış artilleriya mərmisinin partlaması nəticəsində yaralanıb. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda dedi ki, hadisə nəticəsində sağlamlığına ciddi ziyan dəyib. Elvin Məmmədov Ağdam istiqamətində düşmənin atdığı artilleriya mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarətlər alıb. Rövşən Hacıbalayev Ağdərə istiqamətində yaralanıb. İfadə verdi ki, düşmən tərəfindən atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində kəllə beyin travması alıb. Hazırda sağlamlığında ciddi problemlər var. Hadisə zamanı onunla bərabər bir neçə nəfərin də müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirdi. Teymur Cəfərov düşmənin Laçın istiqamətində törətdiyi təxribat nəticəsində atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralanıb. Qeyd etdi ki, hadisə zamanı bir neçə nəfər həlak olub və bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Anar Seyidov ifadə verdi ki, düşmənin Kəlbəcər istiqamətində atdığı minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Hadisə zamanı Məhəmməd Məmmədov həlak olub. Qərib Pirverdiyev və adlarını xatırlamadığı daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aqil Quliyev Ağdam istiqamətində düşmən təxribatı nəticəsində yaralandığını və hadisə zamanı bir neçə şəxsin həlak olduğunu, daha bir neçə nəfərin xəsarətlər aldığını bildirdi. Xəqani Quliyev isə Xocalı istiqamətində yaralanıb. Bildirdi ki, düşmənin açdığı atəşlər nəticəsində bir neçə nəfər həlak olub, bir neçə şəxs isə müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Dəyanət Mərdanlı Ağdam rayonu ərazisində düşmənin atdığı minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralandığını bildirdi. Qeyd etdi ki, həmin vaxt yanında olmuş Rəsul Ağayev və Təbriz Seydəliyev də müxtəlif bədən xəsarətlər alıb. Türkan Cəfərov Xankəndi istiqamətində düşmən tərəfindən atılmış artilleriya mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Dedi ki, həmin vaxt düşmən müxtəlif çaplı silahlarla atəşlər açırdı. Hadisə zamanı yanında olmuş Vasif Osmanov
Əlməmməd Hüseynov və Ramal İsazadə də xəsarətlər alıb. Sərxan Rəhimov isə Ağdam istiqamətində yaralıları təxliyə etmək üçün sanitar avtomobillə hərəkət edərkən düşmənin açdığı atəş nəticəsində yaralanıb. İfadə verdi ki, onun içərisində olduğu avtomobilin üzərində dörd bir tərəfdən uzaqdan aydın şəkildə görünən tanınma nişanı olub. Düşmənin təxliyəsinə imkan vermədiyi yaralılara vaxtında tibbi yardım göstərə bilmədikləri üçün onlar həlak olub. Məhərrəm Kərimli düşmənin təxribatı ilə 2 dəfə qarşılaşıb. Birinci dəfə Laçın istiqamətində artilleriyadan açılmış atəş nəticəsində zərər çəkib. Həmin hadisə zamanı bir neçə nəfər həlak olub. İkinci dəfə isə Ağdam-Ağdərə istiqamətində yaralı şəxsə tibbi yardım göstərərkən snayperdən açılan atəş nəticəsində ayağından yaralanıb. Həmin zamanda yaxınlığında olmuş bir neçə nəfər həlak olub. Zərər çəkmiş şəxs təqsirləndirilən Ruben Vardanyanın sualına cavabında onunla tanışlığının olmadığını, sosial şəbəkələr və media vasitəsilə tanıdığını dedi. Pərviz Adgözəlov isə bildirdi ki, düşmənin Ağdərə istiqamətində təxribatı nəticəsində yaralanıb, kəllə beyin travması alıb. Sonra cinayət işi üzrə zərər çəkmiş şəxslərin barələrində olan rəylər elan olundu. Məhkəmə prosesində Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı dəstələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış Ermənistan dövlət tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan da qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxslər ifadə verir. Məhkəmənin növbəti iclası oktyabrın 21-nə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzluluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.